hələm sağlığındayken özündən sonra gizli bir ferman yazdırmaq istəyirdi ki, öləndən sonra xəlifə qardaşlar olmasın, nə də övladlar olmasın, Umar olsun. Umarı çox istəyirdi. Rahiməhullah Süleyman. Əl-Xəlifə Umavi. Amma bunu infaz eləmək çox təhlükəli idi. Çünki orada növbəni pozmaq, adəti pozmaq, intizarda olanları fitnəyə salmaq və seçilmiş xəlifəyə fitnə cəlb eləmək deməkdir. Süleyman cavan olur, yaraşıqlı olur, çox cəhcəlallı geyinirdi. Bir dəfə cümə günü olur və cümə namazına hazırlaşır. Yaşıl ipək və məxmər geyinir. İpək də bilirsiniz ki, haramdır İslamda. Var idi o, zəiflik. Paltar yaşıl ipək, par-par parıldayır, məxmər. Bütün bərbəzək, başındakı əmmamən üstündəki qaşları görərdin. Qılıncındakı qaşları, qızılları görərdin. Kəmərini görərdin, kəmərin gözəlliyi üstündəki xəncəri, üstündəki cəvahirətləri görərdin. Keçir güzgünün qabağına, kimdir bu? Süleyman, xəlifə, cümə günü. Güzgüyə baxıb özünü gözə gətirir. Baxır güzgüyə, əlini belə tutur. Deyir ki, ənə məlikun şab, mən gənc bir padşaham. Yəni, məndən yoxdur. Özü də yaraşıqlı olur. O şəkildə cəhcəlalla gəlir minbərə xütbə verməyə. Müsəlmanın xəlifəsi Süleyman. Cümədən qayıdır, artıq ölüm yatağını birbaşa. Nə tər halı pisləşir ki, heç bir həkim onu qutara bilmir. Təzəv eləyin, halı sürətlə pisləşir. Əl-əynu haqqun. Nəzər haqdır. Hədislər Səhih Buxarıda və Fis-Sihah. Nəzər haqdır, göz haqdır. İnsan özünü nəzərə getirir. Və bu cümə günü olur. Hal sürətlə pisləşir. Onun salih bir vəziri olur. O vəzir də alim və tabiindir. Raca bin Hayva. Tək-bətək qalır. Bu vəziri ilə, salih vəziri ilə istişarə edir. Deyir, Raca, mən sizə bu adəti pozum. Yəni, məndən sonra Yezid olmalı da. İbn Abdülməlik, keçmiş xəlifənin oğlu, doğma qardaşım. Mən sizə bu dəfə xətti dəyişmək istəyirəm. O, digər əminin övladını eləmək istəyirəm. Nə deyirsən buna? Əvvəlcə bu söhbəti açmamışdan qabaq deyir ki, ona mən kimi təklif versən, bax, halın pisdir. Bəlkə Əyyubu övladımı əvvəlcə belə deyir. Raca salih vəzir idi, tabiin idi, alim. Deyir, ya əmir-i-müminin, Əyyub uşaq tədbirli deyil. Sən bu uşağı, balaca uşağı, hakimiyyətə gətirsən, qəbir azabı görəcəksən. Çünki ağıldandır ki, xəlifə ölməmişdən qabaq salih bir insanı taxta gətirməlidir ki, qəbirdə rahat yatsın. Əgər yaramaz bir insanı körpə uşağı sən taxtara getirsən, əgər düzgün olmayan bir seçim eləyərsə, insanlar onu, o seçim eləyən atasını lənətləyəcəklər. Sən də qəbirdə əzab görəcəksən. Əyyub uşaqdır, hara gətirsən onu? Dedi, yaxşı, onun qardaşını bəlkə kim gətirim? Davud. Deyir, Davud Konstantiniya döyüşlərinə indiyə kim xəbəri çıxmayıb. Sağlı yoxsa diridir. Xəlifəsi burada olmalı, göz qabağında. Deyir, onda kimi? Raca alimdir, faqihdir. Deyir, mənim ixtiyarım yoxdur ad təklif eləməyə. Sonra onun altından çıxa bilmərəm. Gözləyirəm ki, ondan çıxsın o söz. Və kağızı artıq yazmışdı, həddi buluğa çatmamış uşaq, Əyyub, oğlumu xəlifə seçirəm. Yəni, qardaşlarını vermək istəmir də, tamam. Yezidi vermək istəmir. İstəyir öz övladlarına olsun. Bu xətti sındırmaq istəyir. Raca bin Hayva deyir ki, ya əmir-i-müminin tələsmə. Düşün, istixarə qıl, istişarə ilə. Adam bir tər dəstəmaz alır, halı çox pis. İstixarə edir. 2 gündən sonra deyir ki, həmən o məktubu yandır. Yaz, Raca. Yaxşı, kimi məsləhət görsən? Raca deyir ki, mən deyə bilmirəm ki, Omar.
İstəyirəm Omar deyim. İxtiyarım yoxdur axı. Mən sadəcə bir vəzirəm. Xəlifəni o təyin eləməli, onun dilinə çıxmalı, mən təsdiqləməliyəm. Deyir, Raca, mən qəbirdə rahat yatmaq istəyirəm. İstəmirəm insanların bədduası, lənəti mənim qəbirimə yağış kimi insin. Qərar verdim. Xəlifə sinifindən olmayan əmsi uşağı Omarı qoyacam mən xəlifə. Omar bin Abdüləzizi. Raca deyir ki, bəs bu xəbəri mən gözləyirdim və çox sevindim. Dedim ki, ya əmir-müminin, nə gözəl bir qərardır. Nə gözəl bir seçimdir. Həqiqətən, ağıllı xəlifənin ən düzgün qərarlarından da öləndən sonra öz yerinə salih bir xəlifəni seçməsidir. O zaman insanların xeyir duasını qazanacaqsın. Bəsdir biz nətər eləyək, yəni ona beyət eləməyəcəklər, ona qəbul eləməyəcəklər. Çünki növbədə olan var, xəlifəlik növbəsində olan var. Yezid, doğma qardaşlar. Bu xəlifə nəslindən deyil axı, əmi uşaqdır. Deyir, biz hilə fikirləşirlər, baxın qardaşlar, çox zəki bir hilə. Xəlifə, yazır. Bismillahirrahmanirrahim. Allahın ismiyle mərhəmətli və rəhimli. Müsəlmanların əmiri, xəlifə Süleymandan, ey Omar ibn Abdüləziz, səni özümdən sonra vəfat etməklə xəlifə təyin etdim. Eləsə ona beyət eləyin, eşidin və itaət eləyin ki, düşmənə gülünc olmayasınız, kəlməniz parçalamasın və dövlət bütöv qalsın. Və bu fərmanımı görən, eşidənə, hər kəsə beyət eləmək vacib oldu. Yazır. Elhamdülillahi Rabbil alemin. Raca deyir ki, ya müminin, sən dünyanın dəyişməmişdən qabaq, mən bu bağlı fərmana şahzadələri beyət etdirəcəm. Xəlifə can üstündə yataqda. Obursu zalda da, böyük bir otaqda qardaşları gözləyir ki, kim xəlifə olacaq? Doğma qardaşlar, şahzadələr. Gəlir deyir ki, möminlərin əmri, xəlifə Süleyman ölüm yatağındadır. Və fərmanını yazdı, bağladı və qıfılladı. İçində möhür var. Açmaq qadağandır, ta gözlərini bağlayıb ruhunu tapşırana kimi. Sizdən tələb eləyir, məktubun içindəkinə beyət eləyəcəksiniz. Raca, nə biləsən kimdir Raca? Alim, fəqih, tabiin, özdə baş vəzir. Baş vəzir də sultana bərabərdir onun izni ilə. Və deyir ki, sizdən kim bu kağızın içində beyət eləməsə, qılıncımla boynu vuracam. Şahzadələr deyir, ərki çatır. Paşadır, paşa, baş vəzirdir. Uşaqlar hamısı beyət elədi, kimin növbəsi var ya, ondan başqa. Öyle bir ki, ona adı da orada. Dedi, sən də beyət elə. Fikirləşir ki, bəs mənim adım deyil oradakı. Mən özüm beyət eləyəcəm. Deyir, yox, beyət eləməyəcəm. Ta ki, deməyincə orada kimin adıdır. Deyir, bir hərf də bilməyəcəksən. Möminlər əmr edir. Kağız açılmadan onun içindəki olan ada, ismə beyət eləməlisiniz. Deyir, yox, eləməyəcəm. Eləməyəcəksən, qılıncını çıxardır ki, onun boynuna vurmağa. Vallahi bu saçı sənin boynu vuracam, deyir. Xəlifənin əmri ilə. Adam deyir, tamam, dur. Kağızın içindəki olan ismə eşitmək, itaət eləmək, boyun əymək, ram olmaq. Xəlifə kimi beyət etdim. Onun beyəti mənim zimmətimdədir. Beyət aldı hamısından, bütün şahzadələrdən. Deyir ki, xəbəriniz olsun, Süleyman artıq dünyasını dəyişmişdir. Demək ki, artıq vəfat edib yazıq. Girirlər içəri görürlər ki, nədir? Süleyman İbn Abdülməlik, İbn Marvan, xəlifə dünyasını dəyişib. Elhamdülillah, beyət elədilər. İndi hamı gözləyir ki, məktub açılsın, fərman oxulsun. Kimdir xəlifə? Deyir, bütün hamı iştirak eləməlidir burada. Bir nəfər var, onu da içəri çağırın. O da kimdir? Elmi ilə, irfanı ilə məşğul olan Omar. Omar deyir ki, mənə niyə istəyirlər, onlar? Geçsən işlərlə məşğul olsunlar, bax. Tabi bilmir ki, xəlifədə yazıq. Deyirlər ki, ya Omar, yəni orada beyət gedir, sarayda. Böyük bir iş həllin olur da, tarixi iş. Baş vəzir Raca bin Hayva əmr etdi ki, sən də iştirak eləməlisən. Mütləq iştirak eləməlisən. İndi şahzadələr hamısı gözləyir ki, qərar açılsın, oxunsun. Təsəvvür edin. Omar bin Abdüləzizin xəyalına gəlməzdi bu. Nə də bunu təmənna eləmişdi.
Nə də bunu arzulamamışdı. Heç ağlının fikrinin ucuna geçməmişdi. Sadəcə dedilər ki, gəldim. Oturur və birdən bağı cırılır, möhür açılır. Bismillahirrahmanirrahim. İslam dünyasının xəlifəsi, möminlərin əmri Süleymandan, İbn Abdülmalik. Ey Omar bin Abdülaziz, sən İslam dünyasının xəlifəsi seçildin və sənə bütün müsəlmanların hamısının beyəti var onların boynunda, eşitmək və itaətdə. Ey şahzadələr, siz də ona beyət elədiniz. Elə isə ona eşidib itaət etmək və möminlərin əmri olaraq çağırmaq sizə vacib oldu. Və son vəsiyyəti xəlifənin məktubda ona itaət eləyin, asi olmayın, yoxsa düşmənlərinizə gülünç və dövlətinizin parçalanmasına gətirərsiniz. Təsəvvür, özlərinin xəbəri olmadan şahzadələr, hətta namizədi haqq olan növbə ilə o da ona beyət eləmiş olur. Təsəvvürün, indi Ömərə deyirlər ki, Ömər ayağa qalx, ayaqlar tutulub. Aynen atası kimi, babası kimi. Necə Umar bin Xattab Rasulullah sallallahu aleyhi ve sellem'in vəfat xəbərini eşidəndə ayaqlar tutulmadı. Eyni hadisə onda oldu. Yəni xəbərin dəhşətindən ki, mən oldum İslam dünyasının nəhəng bir imperatorluğun sorumlusu, o bu gözdən baxır. Sorumlusu, hamısının sorumlu məndədir, hamısı mənim boynumdadır. Ayaqları tutulub. Yəni o xoşbəxtlikdən ayaqları tutulmayıb. O onu həyatının ən böyük bəlası adlandırırdı. Yəni mən başıma bəla gəlib. Bəla, mən xəlifə olmuşam. Təsəvvür edin. Xəbərdən ayaqları tutulur. Hətta deyilənə görə sağdan solundan qaldırırlar ki, ayağa. Və onu aparırlar cümə. O da cümə günü olur. Və yaxud da ki, cəmaata xütbə verməli idi. Hə, cümə günü olur. O hadisə də cümə günü olur. Cəmaata xütbə verməli və elan eləməli öz dili ilə. Minbərə onu güclə çıxardılar. Təzə ayaqları tutulub. Xəbərin dəhşətindən. Məsciddə də hamı intizardadır ki, xəlifə ölüb, görürsən xəlifəmiz kimdir? Heç kim də alına gəlməz kimdir? Budur, gənc Ömər ibn Abdülaziz minbərə qalxır, Allaha həmd sana eləyir, sonra onun Rasuluna salatü selam, bimə yəstəhiqu innəl hamdəlil nəhməduhu və nəstəinu, tanıdığınız dua və sonra bu qızıl sözlərini deyir. Baxın qardaşlar. Eyyuhənnəs, İnni qad ubtiluytu bihâzil əmr. Ya eyyuhənnəs, inni qad ubtiluytu bihâzil əmri. Min gayri ra'yin kânə minni və la müşavara, və la məşura. Və inni qad xala'tu ma fi a'naqikum min bey'ati və entum fi hillin fi bey'ati faxtaru li enfusikum mən turidun. Ey müsəlmanlar, mənim başıma bir bəla gəlib. Xəlifə seçilməklə ubtüliytu, yəni bəla düşər olmuşam, xəlifə seçilməklə. Allah da şahididir mənim xəbərim olmadan, nə də məndən soruşulmadan, nə də ki mənim arzum olmadan bu şey baş veribdir. Və bu minbərdən sizə səslənirəm, halallıq verirəm. Hamınız boynunuzdan eşitmək və itaət etməyi boyunbağını çıxardın və mənə beyət eləməyin ki, bu bəla mənim başıma tam çöksün. Sizi azad edirəm, mən sizin xəlifəniz deyiləm. Siz də mənim rayətim deyilsiniz. Elə isə bir ağızdan deyin, biz səndən imtina edirik və sənə eşitmə və itaət eləmək, beyət, boyunbağını boynumuzdan çıxardırıq. Və cəmaat hamısı tam əksini deyir ki, İxtarnaki ya əmir-i-müminin və razıyna bik. Biz hamımız səni seçirik və hamımız sənə beyət edirik və səndən razıyıq. Sən bizim əmirimizsən. Hamısı bir razıdan. Onda o oturduğu minbərdə çökür və təsəvvür edin, halı pisləşir. Və deyirlər ki, qad ixtarnaka ya əmir-i-müminin və razıyna bik. Biz səni seçdik. Ey möminlərin əmri insanlar deyir və sənin xəlifə olmana razıyıq. Fəbil yumni və alə bərəkətillah. Allahın bərəkəti ilə işinə başla. Sonra bir tər ayağa qalxır və möhtəşəm xütbə deyir. O xütbə haqqında müstəqil dərs açacağım sizin üçün inşallah. Xütbəsi, subhanallah, babasının xütbəsi, Ömərin eyni xütbəsi qardaşlar. Sadəcə biraz kəlmələr başqa, məna eyni. Allahdan qorxmağa dəvət edir,
ədalətli olmağa dəvət edir və bütün ləzzətləri qaçırdan ölümü xatırladır, Allahla qorxudur. Allahu Akbar. Onu görən sahabələrdən də biri Ənəs ibn Məlikdir. Ənəs ibn Məlik bir dəfə onun arxasına namaz qılar. Çünki xəlifədə xa. Baxın Ənəs ibn Məlik onun haqqında nə deyir? Deyir ki, "Mə salleytu vara imamin ba'de Rasulillahi sallallahu aleyhi ve sellem əşbəhə bi salatin Nəbi sallallahu min hədəl fətə." And olsun ki Allah'a, bunu kim deyir? Yaşı 100'e çatan Ənəs ibn Məlik. Sağ idanda. Dedi, həyatımda axırıncı dəfə bu namazı Rasulullah sallallahu aleyhi ve sellemdə arxasına qılmışdım. And olsun ki Allah'a onun namazı kimi, yəni bu gəncin namazı kimi Resulullah'ın namazına bənzəyən ikinci bir namaz yadıma gəlmişdir. Yəni insan hətta namazı Resulullah sallallahu aleyhi ve sellemin namazı kimiydi. Narahat olmayın qardaşlar, dərsi 2 yerə böləcəm. İnşallah 2 yerə böləcəm, birazdan qutarıq, səbir olun. Həyat yoldaşı Fatıma onun haqqında nə deyir? "Qad yekun minər-rical men huwa aktharu salatan min huwa siyaman." Bəli, bizim zamanımızda abidlər var idi. Yəni gündüzlər oruc, gecələr qiyam-ı leyl, Qur'anı xatm eləmək, göz yaşları. Bəli, insanlar vardı ki, onlar namazda da, orucda da Ömər bin Xattabdan çox əməl edirdilər. Amma and olsun ki, gözlərim zamanımızda ondan daha çox Allah'tan qorxanı görməmişdir. Bunu kimdir? Ev əhli. Ev şahidi Fatıma. Deyir, bəli, yəni abidlər var idi. Amma Ömər bin Xattab, Ömər bin Abdülaziz'də olan Allah qorxusunu onların heç birində görmədim. İndi izah edəcək necə. Deyir, həyat yoldaşımdır da, gəlib girib yatağıma. Görürüm ağlayır. Özdə necə ağlayır? Sanki sərçə soyuq suya düşüb titriyən kimi. Deyirəm, ya Əmir Öminin yenə də başladım. Nə olub yenə də əzizim? Deyir, ya Fatıma, necə yatım, necə rahatlıq tapım? Mənim xilafətimdə ac insanı düşündükcə. Həyat yoldaşını itirib yetimləri ilə tək başına qalmış aciz bir dul qadını. Yolda yarımçıq qalmış, acüqəsi qutarmış, səhrada ilişib qalmış bir musafiri. Övladlarını itirmiş, xəstəlikdən acizanə tək tənha qalmış bir xəstəni. Evdə ac oturan uşağı və bunların hamısı haqqında Rəbbim məndən mütləq soruşacaqdır və mən onun huzurunda bu haqda hamısından soruşulacam və Rasulullah mənim düşmənim olacaq. Hasimi. Bunu fikirləşəndən sonra mən necə yata bilərəm? Və deyir, səhərə kimi ağlayırdı və sonra yatağından çıxırdı. Onun qaldığı evində, daha doğrusu evində bir məscidi var idi, evin içində. Deməli, o qədər yorğun olurdu ki, xəlifədə də yüklənib. Namaz qılmağa taqəti qalmırdı. Taqəti nəyə qalırdı, qardaşlar? Gəlirdi, özünü atırdı yerə, həmin məscidinə. Bir tər belə qalxırdı, baxın, qardaşlar. Tükənmiş, sönmüş adam olur, yorulduqdan. Əllərini qaldırırdı və səhərə kimi dua edirdi, kömək istirdi, ağlayırdı, elə həmən yerdə sönürdü yorulduqdan. Sonra oyanırdı, gözünü yurdu, bir tər dəstəmaz alıb, təzdən davam edirdi, təzdən sönürdü. Və bu hər gün düz vitir namazına kimi, sübhə kimi. Həyat yoldaşı Fatıma deyir ki, biz abidlər gördük bütün gecə namazda. Maşallah. Tamam, şək yoxdur. İmamdılar, başımızın tacıdır. Yəni Davud orucu tutanlar da eşitdik. Yəni gecəni Qur'anı xatm eləyən də gördük. Yəni onun zamanda abidlər onu bəli ibadətində bəli ötmüşlər. Amma onun kimi Allah'tan daha çox qorxanlı mənim gözlərim görməyib Fatıma deyir. Hansı zamanda deyir? Tabilən zamanda. Allahu Akbar. Tabirlərdən biri biz onun haqqında ne deyir? Qardaş, burada hamısının ünvanları gəlib. Misal üçün, İmam Zəhəbi, Siyar Aləm Nübələ, Vəl-Əhsəkini, misal üçün, İbn Həcəl Əsqarani, hamısının ünvanları var. Mən müxtəsər idim. Müəlliflərin adlarını demirəm. Tamam. Onun haqqında birisi belə deyir. Deyir, 2 insan gördüm tabirlər arasında, onların üzü heç vaxt gülmədi. Onların üzündə elə bir Allah qorxusu var idi ki, sanki cəhənnəm bu 2 nəfər ki yaratılmışdı. Onların biri Həsən Basri, ikincisi də Ömər İbn Abdülaziz. Və bu xəlifə olandan sonra oldu. Yazıza gəlir dərsin əvvəlində, o toppuş idi, o zərdagan idi. Xəlifəli olana kimi. Xəlifə olandan sonra əti töküldü. Arıqladı. Arıqladı. Artıq yəni yummağa, çinməyə vaxt olmurdu. Hətta üzü qaraldı toz torpaqdan.
Bir paltarı vardı. İkincisi yok idi. Təsəvvür edin. İndi təsəvvür edin. Ona deyirlər ki, Əmir Müminin evi dəyişməlisən. Deyir, nə oldu ki, evimi bəyənmirsiniz, daxmada yaşayırdı. Yox, sən artıq möminlərin xəlifəsisən, saraya qayıtmalısan, imarətdə yaşamalısan. Bu bizdə protokoldur yəni. Xəlifəsən. Dedi, buraxın başını, qoyun evimdə yaşayayım, özüm və ailəm. İstəmirəm bura. Yəni, kənə zəhidən, zahid idi. Və ədalətli idi. Onun yanına bir qarı gəlir, kasıbçılıqdan şikayət eləməyə. Deyir, onun halına görəndə utandım. Geri qayıtdım. Dedim, nə lazımdır ana? Gəldim öz halımı şikayət eləməyə. Gördüm, sən məndən də kasıbsan. Deyir, narahat olma. Beytulmaldan ona o qədər verdi ki, o qadın varlı oldu. Amma özü kasıb idi. Yəni, zəhidən, həqiqi zahid idi. Xəlifə olan günü Fatimənin ilk sınağı. Fatimə, uşaqları bura topla. Qızlarım, Fatimə, həyat yoldaşım, sizdə çoxlu hədiyyələr var. Əmirləriniz verib, babanız verib, xəlifələrdir. Hamısını bura getirin. Nə baş verir? Fatimə, ya Əmir Müminin, onlar mənim hədiyyələrimdir. Atamdan, babamdan, qardaşlarımdan, xəlifələr daxa. Dedi, xeyr, onların dədələrinin malı deyil. Beytulmalın malı müsəlmanların haqqıdır. Ya Fatimə, onların hamısını bura getir. Qızlarım, boyun bağlarımız, bilərciklərimiz, nəyimizdə hamısını bura qoyun. Evdən bir sandıq cəvahirə çıxdı. Daha nələr? Yaqut, mərcən, lu'lu, daha nələr. Ya Fatimə, iki şeydən birini seç. Ya bunlar sənindir, mənim sənin adında həyat yoldaşım yoxdur. Həmən ayırıram səni özümdən. Xoşluqla çıx get, sən və xilafət. Sən və zadəkanlıq sultan həyatı. Ya da bunların hamısı Beytulmala qayıdacaq. Necə oradan götürülübsə vaxtı ikən. Hamısı. Qızlarım, sizin də bütün cəvahiratlarınız. Fatimə, sənin bütün əşyaların, hətta bütün paltarların belə. Bir dənə paltarın olacaq. Hamısı Beytulmalıdır. Ya bunu hamısı mən qaytaram Beytulmala, o zaman Fatimə, sən mənim həyat yoldaşımsan. Ya da ki, xoşun gəlmir, seçim. Yəni, mən səni gözəl şəkildə ayırıram, öz hədiyyələrin, çıx get. Qadın salih olur. Deyir, ya Əmir Müminin, mən səni seçdim. Mən Omar bin Abdüləzizin həyat yoldaşı olmağını tərcih elədim. Bunlar hamısı Beytulmala gedəcək. Təsəvvür bütün əşyalar çıxdı evdən. Bahalı paltalar, atlaslar, ipəklər, məxmərlər, uşaqların boyunbağı, qızlar. Nə qədər evdən əşya çıxdı. Hamısı Beytulmala getdi. Onlar hədiyyə deyil, bunlar otdur. Bunlar közdür. Baban xəlifə, qardaşların xəlifə. Bunlar heç bir hədiyyə deyil. Bunlar hamısı oğurluq mallardır. Allah akbar. Bir dəfə uşaq bazarda gəzirdi, xəlifənin uşağı. Uşaq da o qədər köhnə paltardadır ki, heç kim bilmirdi ki, xəlifənin nədir? Uşağıdır. Və orada Beytulmaldan alma paylaydılar kasıblara. Uşaq da balaca uşaqdır, paylayanda o da götürdü almanı. Elhamdülillah Ömər oradaydı. Ömər'i də heç kim tanımırdı üzdən. O qədər dəyişilmişdi, paltarda sadə. Həmin uşağın əlindən almanı alır və də kəh ağzından çıxardır. Uşaq dişləm eləmişdi. Dişləmi də yenə qaytarır. Və alma təmizdir, təzdən əmrin səbətə qaydır, deyir onu başqasına paylar. Uşaq başlar alma, balaca uşaq da, hönkür. Gəlir, anasına şikayət edir. Omar evə qaydanda görür ki, evdən almayı gəlir. Qəzəblənir, deyə Fatimə, evdən almayı gəlir. Deyir, bəli, ya müminin, körpə uşaq, qanmayan uşağın əlindən almanı almışsan, dişləmli, qaytarmışsan təzdən. Mən də neynədim? Axırıncı dirhəmi apardım, getdim uşaq bir dənə alma aldım ki, olmaz. Qəhərləndə ağladı, deyir, ya Fatimə. And olsun ki, o uşağın əlindən almanı, tişdəyini qopardanda sanki qəlbimi sinəmdən qopartdım. Amma o, müsəlmanların malıdır. Bu ise müsəlmanların xəlifəsinin oğludur. Ona o icazəli deyil. O sıradan bir müsəlman deyil. O malsa Beytulmalındır. Beytulmaldan heç bir dişləm alma belə yeyə bilməz. Allahu Akbar. Fatimə deyir ki, ya Əmir Müminin, sən xəlifə olan gündən biz artıq ətin nə olmasını bilmirik. O necə olur, dadı necə olur, yaddan çıxartmışıq. Məhkəmə qurur. Rafa divanil mavalim.
Divan-ı Mazalim məhkəmədir. Bütün məmləkətində carçılar elan edir. Bütün məmləkətində, yəni məmləkət yazıcı gələn nə boydaydı? Hər məmləkətdə carçı deyir ki, möminlərin əmri məhkəmə qurub. Divan-ı Mazalim. Məzlumların haqqının geri qaytarılması sərəncama. Hər kəs öz məntəqəsindəki məhkəməyə şikayət eləsin, məsələyə birbaşa xəlifə özü baxır. Təsəvvür edin. Bir xristiyan var idi, Qıpti, Mısırda. Vaxtı ikən onun bir ərazisi var idi və oranın valisi kim idi? Atası idi. Abdüləziz. Abdüləziz salih idi. Həmin Qıpti xristiyana deyir ki, kişi, sənin torpaq ərazin şəhəri iki yerə bölür. Zəhmət olmasa o torpağı sat ya da oradan bizə bir yol sat. Dedi, satmayacağım. Yəni, müsəlmanların acığına, xristiyan idi. Deyir ki, başa düş. Şəhər iki yerə bölünür də. Cəmat belə furanıb gəlməyəcək ki, belə. Sənin də torpaq sahən tam ortada da çox yekədir. Ya torpağı bizə sat, istədiyin qiymətindən biz verək. Atası ədalətli kişidir. Ya da ki, o torpaqdan bizə yol sat. Dedi, heç birini eləməyəcəm. Asası qəzəblənir və nə edir? Həmin yolu ondan alır və pul da vermir. Çünki satmır adam. Deyir, satmıram, öldür satmayacağım. Deyir, ki, yolu sat və məbləğ dinə nə qədərsinə verək. Deyir, satmayacağım. Yəni, müsəlmanlar olan həsədindən. Xristiyan idi, Qıpti. Atası Abdüləziz nə edir? Sağ ikən vaxtı ikən həmin yolu nə edir? Azad edir. Zaten özü üçün eləmir ki. Müsəlmanlar üçün edir də. Və nəhayət şəhərin ortasından yol əmələ gəlir. Şəhəri iki yerə bölmüşdü. Yol əmələ gəlir və insanlar oradan keçə bilir. Omar İbn Abdüləzizin zamana gələndə bu xəbər yoxdur ki, Mazalim məhkəməsinin sahibi həmin kişinin oldu. Xəbər yoxdur. Etibar edir bu qərara ki, bizim üzərimizdə salih kişidir və gəlir bura, Dəməşqə. Artıq yaşad olub. Diryamil Müminin Misirdə bir vali var idi. Bilməm, duydunuz, duymadınız. Adı Abdüləziz. Vaxtı ikən o mənim torpağımı neyib? Qəsb eləyib. Mən istəyirəm o torpağı qaytarasınız. Deyir, biz şərt qoymuşuq. Sənin şahidlərin olmalıdır, ya da sübutun. Deyir, artıq şahidlərdən heç kim qalmayıb, nə də sübutun. Bir uşaq var idi, Omar adında, onun övladı. O mənim canlı şahidimdir. Deyir, bəli, atam sənə zülm eləyib. Abdüləzizin oğlu Omar mənəm, mən də sənin şahidinəm. Həmən torpağı ona qaytarın. O torpağı təzə ona qaytarırlar. Hətta xristiyanları belə haqqını neyini qaytarırdı. Onun zamanında hatta heyvanlar üçün belə fərman yazılmışdı. Dəvəni nəyə gəldi yüklürsünüz? Kilo qoymuşdu. Hansı kilodan sonra dəvəni yükləmək qadarını kim eləsə cəzalandırılacaqdı. Misal üçün yüklüydülər bunlar 2 ton, 3 ton. Dəvə çökürdü, beli dağılırdı. Çəki qoydu. 300 kilogram qutardı söhbət. Yarısı bura, yarısı bura. Ondan artıq ilə misal üçün qadağan cəzası. Və sonra qamçıların ucuna dəmir qırmaqlar geyindirirdi insanlar. Dedi ki, o qırmaqları çıxardın. Kimdə o qırmağı görsəm, o qırmaqla onu qırmaçılayacam. Heyvanları adi kəndirlə vurun. Yəni, hətta heyvanlar belə rahatlığa, əmin-əmanlığa çıxmışdılar. Necə hədis-i şərifdə həqiqətən salih, alim üçün dua edər. Dənizdə, dəryada olan kit, balinalar, yuvasında olan qarışqalar. Bu həmin alimlərdəndir, həmin imamlardandır. Allahu Akbar. Subhanallah, təsəvvür edin. Bütün onun məmləkətində, bütün vilayətlərdə insanlar zülmü qaldırmaq üçün ona şikayət edirdi və qardaşlar, təsəvvür edin, keçmiş şahzadələrdən nələr çıxdı? Oğurlanmış, qəsb olunmuş ərazilər, yağlı ərazilər, bahalı ərazilər, torpaqlar, saraylar, qəsrlər, dəvələr, atlar, hamısını padşahın uşaqlarından qəsb, hamısını geri alır, sahiblərini tapırlar, hamısını qaytarırlar. Deməli, bu zalimlar padşah üçün rəmzi bir maaş yazmışlar. Günə 2 dirhəm. 2 dirhəm bilsin nəyə çatır? Abiyəd ucun, başqa iş nəyə? Zaftaqa da çatmır. Bu da deyir ki, bu padşahın maaşıdır, eləmi? Tamam, bundan qıraqda olan mənə hər şey oddur, haramdır. Və o 2 dirhəmlə o və ailəsi dolanırdı. Bir dəfə evə girəndə qızları ağlaya-ağlaya qaçır. Deyir, Fatimə, mənim qızlarım niyə mənəm yama gəlmir, ağlayır. Deyir, Əmin Müminin soğan yiyiblər, başqa şey tapmırlar yeməyə. Atalarından utandılar, ağızlarından iyi gəlir, ona görə qaçdılar. Gəhərlənir, gözlərinə yaş gəlir, qızlarını çağırır, deyir ki, qızlarım, qoy bizim yeməyimiz soğan, hərdən də mərci olsun, hərdən də xurma.
İki şeyden birini seçtik. Atanız isteseydi sizi dünyanın en zengin insanlar ederdi. Ve buna kadir idi. O zaman atanız o da girecekti. Siz de onun dalınca o da gelecektiniz. Giyindikleriniz ot, yedikleriniz ot, içtikleriniz ot, cehennem. Ve siz buna dözebilmeyeceksiniz. Atanız sizi memleketin en yoksul insanına çevirdi, özünü de. Ondan daha hayırlısını size hediye vermek için. El cennet. Evlatlarım, bu günləri buna dözmək, bu rüsvayçılığa, yoxsulluğa, aclığa, rəzilliyə dözmək, inanın ki, mənə də sizə də daha asandır ki, cəhənnəmin zəncirləri, qandalları, hələm qəbirdəkiləri görməmişsiniz. İsbiru ya evladı, səbr edin, dözün. Fə vallahi bu sizin üçün daha xəfifdir günləri. Hələm gör bayram günü olan başına nə oynaşıb. Bayram günüdür, bütün məmləkət varlı. İnsanlar varlandı. Təsəvvür edin. Hətta carçı car çəkir ki, zəkatı götürən var yoxsa yox. Adamın zəkatlarını gətiriblə paylamağa, necə gətiriblə də qaytarlar sahibinə. Götürən adam yoxdur. Bütün məmləkət varlıdır, bütün məmləkət. Özündən başqa, bir də şahzadələrdən başqa. Təsəvvür edin. Bayram günü bütün məmləkət bayram namazına ən gözəl paltarlarını geyinib. Fatimə deyir ki, ya müminin, nimdaş köhnə paltar, dedi, bəli, nimdaş köhnə paltar. Yuyaq, bir gün evdən çıxmayaq, izara bürünək, başqası yoxdur axı, mütlələr evdə. Qurusun, onu geyinək, bəli. Ya müminin axı üstündə yamaqlar var, olsun. Dözün. Yığıldılar, qızlar, anası dedilər ki, ya müminin, bayramdır, xalq bizə baxacaq, insanların içinə çıxacaq. Get muzahimə dinən ki, sənin Mövlan xəzinəyə baxan. Qoy gələn ayın maaşını əvvəlcədən sənə versin. Gələn ay maaşı götürməzsən. Amma bizi paltarsız xalqın arasında gülünç, rəzil bir şəkildə çıxartma, nə olur ya müminin. Nəysə, kişini dilə gətirdilər. Gəldi xəzinadarın yanına, Beytulmalın xəzinadarın yanına, onu da özü təyin edib, özü kimi salih. Dedi, mən gələn ay maaş almayacağım. Əvəzinə gələn ayın maaşını əvvəlcədən götürə bilərəmmi? Uşaqlarım və ailəm, yəni heç olmasa paltar gelsin. Deyə əmil-i müminin, gələn aya sağ qalmaq zəmanəti mənə göstər və mən sənə oradan gələn ayının maaşı verim. Əgər bunu eləmək qüdrətində deyilsənsə, sən heç nə görməyəcəksən, deyir. Allah səndən razı olsun. Elhamdülillah mənə salih bir xəzinadar nəsib edib. Evə qayıdır və sabah tezdən bayram namazı. Hamı gözləyir ki, görəsən bizim xəlifə kimdir? Nəhayət onu görəcək. Görəsən o uşaqları nə geyinir? Görəsən o nə geyinir? Hamı gəhçalar içindədir. İslam dünyasında zinət günüdür. Yevm-i zinə. Zaten Quranda da adıyla gəlib bayramın. Zinət. Çünki o gün insanlar ən gözəl paltarlarını geyinirlər. Ən bəzəkli. Budur, xəlifə gəlir. Nimdaş köhnə yuyulmuş yamaqlı paltar. Uşaqlar da o gündə. Və səfeylər başlayır gülməyə. Uşaqlar, ağılsızlar, qadınlar bir gülüş meydana gəlir. Ötəsi xəlifə hamı gülür. Uşaqlar kövrəlir, xəlifə uşaqları. Başlayır ağlamağa. Əyilir olan yanına, onları bağına basır və sıxır. Deyir ki, isbiru. Övladlarım səbir edin. Vallahi buna dözmək mümkündür. Amma oddan geyindiyiniz sabahki paltarlara dözə bilməyəcəksiniz. Bunu bilin. Yəni bu günləri bu rəzalətə dözmək mümkündür. Yəni xalq sizə güldü, eləmi? Mən də pis oldum yəni bir ata kimi. Bu günə bütün xalq zinət içindədir sizdən başqa. Amma buna dözmək mümkündür. Amma sabah siz od paltarları geyinəndə və o od qandalları, zəncirləri və bu davam edəcək cəhənnəmdə. Ona siz bir gün, bir saat belə dözə bilməyəcəksiniz. Elə isə dözməyə dəyər. Allahu Ekber. Bir dəfə hava isti olur. Kəniz gəlir və başlayır ona yelpəklə, o xurmanın iki yarpağı olur, onu bəzirlər belə, ona hava eləməyə, o da yuxuya gedir. Ayılanda görür ki, kəniz möminlərin əmrinə neyir? Yelpəklə yelləyir. Subhanallah, bir də görür ki, kəniz yoruldu, yuxuya getdi. Həmin yelpəyi götürüb başlayır onu eləməyə, yelpəkləmə. Kənizi, cariyanı. Kəniz oynandı, vay, mən niyə elədim möminlərin əmri? Deyir, narahat olma, heç nə baş vermədi. Sən mənə elədin, yuxuya apardın, sonra mən elədim, sən yuxuya apardın. Burada nə baş verdik? Biraz sən yatdın, biraz da mən. Yəni təvəzzükar idi, rahiməllah.
Təsəvvür edin, sarayda nələr baş verir? BBC gəldi qapıya. BBC kimdir? Nə biləsən kimdir BBC? BBC xəlifənin, keçmiş xəlifənin həyat yoldaşı, xəlifələrin anası. Gəldi və dedi ki, ya Umar, ya Emir-i Müminin, üzr istəyirəm. Sən xilafətə gələn gündən mənim uşaqlarım müflis, yoxsul acından ölürlər. Sarayda yaşamalarına rağmen soğan yeyirlər. Gündəlik yeməkləri mərcimək, hərdən xurma, hərdən çörək. Ya Umar, başa düşdüm, onların əlindəki olan hər şeyi aldın ki, bu qəsb olunub, oğurlanıb insanlar haqqında. Hamısını qaytardın sahiblərinə və əlindəki olan hər şeyi də beyt olmalı. Onu başa düşdüm.